Qaqaş bizə belə bir sual verib. Mən də fikirləşdim ki, belə cavab verim. Kim də hansısa qafiyəni tövsiyə eləmək istəsə yazsın, elə bizi üçün də maraqlı olar. Biz də baxarıq. Qaqaşım, bilmirəm, sənə deyəcəyim bu qafiyələri izləmisən, baxmısan yoxsa yox. Amma baxmış olsan da təkrar baxarsan da bir dənə, təkrar biliyin anasıdır. Tutsan bir əruz qafiyə, karvan göyə qalxar. Abdullah Abbaslı, Tərlan Maştağalı, yaxşı fikirlər çıxardırlar orada. Göstər özüvi sən də imkanın əgər varsa, öz başıvə qıl çarə, dərmanın əgər varsa. Bu da yaxşı baxılmalı qafiyələrdən biridir. Bir də bir stolüstü qafiyə var. Gündüz günəşəm mən, gecə ay, məndədir hər şey. Özə bu qafiyəni balayla açıb ha. İndi xoşumuza gəlməyəni deyiriksə, gərək xoşa gələni də deyək də. Çox şirin meyxanadır. Qulaq asanda çay içkinə, boğazın yanmasın.